Ay, modemle, internet modemi evi külə çevirdim. Mən də bunu gördüm. Mən düşünürəm ki, bu hər birimiz üçün maraqlıdır. Olur da biz modemi söndürmürük, elə internet yana qalır, qoşulu da elektrika, enerjiyə evdən çıxırıq. Hadisə Biləsuvar rayonunun Bəydili kəndində fərdi yaşayış evində yanğın baş verib də, yəni hadisə orada baş verib. 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydınoğluna məxsus ümumi sahəsi 64 kvadrat metr olan bir mərtəbəli 4 otaqlı ev yanaraq tamamilə külə dönüb. Ölkə.az Milli Aza istinadən xəbər verir ki, hadisə yerinə dərhal Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və 2 yanğını söndürən texnikası cəlb olunub gəliblər. Lakin yanğının güclü olması səbəbindən evi xilas etmək mümkün olmayıb da, tamamilə yanıb. Ev sahibinin sözlərinə görə yanğın internet modeminin alışması nəticəsində başlayıb. Artıq faktla bağlı araşdırma da aparılır. Mən bilmirəm sizə burada bax şəkillər qoyulubdur, belə görüm göstərə biləcəyəm sizə. Belə şəkillər qoyulubdur, bax ev tamam yanıb. Mən gördüm, mən özüm də dəhşətə gəldim ki, ev yanır, ev sahibi yanğının səbəblərini açıqlayır və ona görə də ehtiyatlı olmaq lazımdır. Evdən çıxarkən indi hər birimiz olur, bəzən qonşu xahiş edir ki, mənim internetimdə problem var, olarmı sizin internetdən istifadə edək? Bəzən günlərlə elə o vəziyyətdə qoyub gedirik. Ona görə ehtiyatlı olmaq lazımdır.